Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 27 dekabr 2025-ci ilin astroloji proqnozlarını söyləyəcəm. İnanın ki, 4 televiziya çəkilişindən araya salım. 3-ü gedib, biri qalıb. Birazdan özləri gəlib burada çəkəcək. Bu həftə ümumiyyətlə çox oldu. Çox təəssüf eləyirəm. Dəyərli məni izləyən astroloqlarımız var. Ancaq fərdi danışırlar, qorxurlar. Bəziləri açıq deyir, qorxuruq. Bir dənə elə sual verər, bilmərik, neynəmərik. Söhbət o deyil ki, mütləq siyasi proqnozlar verəsiniz. İlin heç olmasa mənzərəsi, mən də yoruluram. Hamısına müraciət eləmişəm. Bax, çoxsuna deyirəm, gəlin burada da danışın. Görəm hamısının işi, gücü deyir, televiziyalar falanlar. Mən istəyərdim, mən o rəqabət, yaxşı mən də rəqabətin tərəfdarı olsam da, amma yeni yetişən astroloqlar istəyirəm efirlərə çıxsın. Debatlara ümumiyyətlə çıxmırlar. Yəni bu peşəyə ancaq pul kimi baxmaq olmaz. Həm də bu elmi təbliğ eləmək, inkişaf elətdirmək lazımdır. Bir nəfər oturur, özü verdiyi suallara oturur danışmağa, emosional falan şəkildə, amma elmi göstəriciləri də danışmaq lazımdır. Mən də yoruluram. Mən istəyərdim ümumiyyətlə bir 20-30 dənə astroloq olsun ki, geçsinlər. Əvvəl yenə Firdun Qurbansoy ilə mən bölüşürdük. Birdən onun işi olanda deyirdi, tutaq ki, ANS çağırıb sən get. Birdən ASTV olur, dedim, mən işlərim var, xahiş elə mənim əvəzimə sən get. Belə əvəzləyirdik. İndi Firdun Qurbansoy da uzaqlaşıb, digərləri də var. Hətta mən nömrələrimi verirəm ki, bu adamları çağırın da, mənim vaxtım yoxdur, görürəm, olmur. Bəzi kanallar var, təkəbbür kimi çıxmaz, deyir, yox, biz ancaq sən istəyirik. Amma yorulur adam fiziki cəhətdən, öz kanalım da az qala qalır belə. İndi onların samballı verişləri kanalımızda da verirəm. Ona görə gəldim, bircə günlük çəkəm, adətən 3-4 günü birdən çəkirəm. İndi bugün çəkib, sonra keçəcəm, yenə o biri kanal birazdan bir yarım saata gələcək mən çəkməyə. Yəni ki, yaxşı alınsa sizlərlə paylaşacağım. İlin sonudur, kanalımız da zəngindir bu barədə. Hətta deməli bizim dəyərli qəzəl xanımız Baba Pünhanla bir verilişimiz var. Mən çox istəyərdim. Baxarsınız, orada mən Atil haqqında danışıram. Düz 24 il bundan qabağın videosudur. Biraz keyfiyyət aşağıda, amma əsas səslər yaxşı eşidilir. Orada Baba Pünhanın da Atili ilə bağlı gözəl bir belə satirası var. Qəzəl də demək olar. Başlanandan Atili dərsə fiyatla gedirik. Belə başlıqla başlayır. Çox istəyərdim baxasınız. Yoxdur, arxivdə heç Mübariz Əsgərov deyir, o veriliş özü məndə yoxdur. Biz televiziyadan yazmışdıq və orada da gözəl, həm Baba Pünhanı yada salaq, heç onun o qəzəli mən bilən çap olunmayıb. Çünki orada mən verilişdə ola yarım saat, oradaca yazdı. Suallar verdi filan, sonra yazdı, mənə də suallar verib, istəyərdim o verilişə də baxasınız. Artıq ola bilər mən bunu efirə verəndə artıq paylaşılmış olsun. Yəni baxın, mütləq Baba Pünhan və Səburi Rəhimli, nəsə belə bir ad fikirləşib qoyacam, yaxud da Atili ilə bağlı. İstəyərdim baxasınız, qalan verilişlər də var, illik, aylıq proqnozlarımız var, gələn illə bağlı həm illər üzrə, həm bütçələr üzrə proqnozlar var, yanvarın da proqnozunu artıq paylaşmışam, kanala sadəcə baxıb izləyə bilərsiniz. Bugün şənbə günüdür, yeni ilə yaxındır, tələbələr artıq məktəbə getmir, institutda, universitetə getmir. İstirahətə daha çox kökləniblər, yeni ildə qiymətlər bahalaşacaq deyə indidən səfərə gedənlər var, icazə alıb. Nə deyim, hamınıza gözəl istirahət, gözəl dincəliş arzu edirəm. Gün öz axarı sevgi doludur. Darıxmaqlığın aparılması üçün, həsrətin o deyir, vüsala yetişməsi üçün çox önəmli bir gündür. Bundan yararlanmaq lazımdır. Və mən bugün və bu tələsiklikdə ancaq xəritəyə baxıb sizə proqnozlar deyəcəm, ona görə biraz el arasında demişkən, kəkələsəm, pauza versəm nəzər alın. Çünki onu sözə çevirmək biraz vaxt aparan şeydir. Və keçək proqnozlara görə ayrı-ayrı zodiak işarələri üçün bu yeni ilin bir addımlığında nələr gözlənilir? Qoç bürcü. Günün ümumi axarı sabitdir, yəni qeyri-adi mənfilik ya müsbət yoxdur. Günün özünün idarə edilməsi daha çox sizin əlinizdədir. Amma əsas aparıcı iki xətt var, sevgi və şöhrət. Sevgi münasibətlərini daha da yaxşılaşdırmaq, bir də şöhrətə gedən populyarlıq da demək olar. Şöhrət bəzən deyilər sənət adamlarında, yazı şairlərdə olur, yox. Yəni ətrafda populyarlaşan hansısa bir addımı atarkən
rəğbət qazanmaq, etibarı, reytinqi, imici yüksəltmək istiqamətində sizin üçün çox önəmli vaxtdır. Buğa bürcü. Buğa bürcü üçün təxminən günortaya doğru 12-nin yarısına qədər biraz ovqatın aşağı düşməsi var. Xəstələnmək də ola bilər, enerji nazlığı da ola bilər. Mən xəstəlik heç vaxt demirəm əslində. Səhhətə fikir verin deyəndə mən gümrahlığa yaxud da soyuq dəymə də ola bilər belə. Yəni sırf xəstəxanalıq, həkimlik məsələləri qabartmıram. Təxminən 12-nin yarısı, lap belə 11-ə qədər deyək ki, biraz o enerjinizi sabit saxlasanız, sonraki saatlarda, sonraki günün digər 11-dən, 12-dən sonraki hissəsi sizin üçün uğur dalınca gələcək. Zaman xeyrinizə işləyəcək. Əsas amillər deyirəm də xırdalığa getmirəm xəritədən oxuduğuma görə. Əkizlər bürcü. Bütün diqqəti ailəyə yönəltmək lazımdır. Xüsusən də bugün şənbə gündür. Deməli, ailə ilə bağlı problemləri həll eləmək olar. Problem yoxdursa, sevgini, gözəlliyi, müsbət enerjini, qarşılıqlı rəğbəti artırmaq olar. Yəni, daha çox, xüsusən də bu qadınlara aiddir ki, ailədə, himayənizdə az yaşlılar varsa, onları sevindirin. Lap kişilər də bugün şənbədir, yeni il qabağıdır, gedib bir yerdə gəzmək, artıq yolka qurulub, yeni ovqatı var. Uşaqları gəzdirib, ən azı pulsuzluğu da bəhanə eləmək olmaz. Hərəsinə bir simit almaq olar. Bir dənə o yanan alışqan kimi çilçıraqdan almaq olar ki, uşaqların, kiçikdirsə uşaqlar qəlbində bir hərarət olsun. Yaxud da böyükdülər, imkan daxilində oturub bir yerdə ən azı bir qreçka yemək olar. Yəni, ailə bir yerdə olsun tək. Lap çay gedib içmək olar bir mürəbbə ilə. O, bəzən deyirlər, kletkalı şokolad da var, kletka şokolad da var, mürəbbə də var. Xərçəng bürcü. Çoxlu düşüncələrinizin nəticəsində, yəni uzun müddət götür-qoy eləməyin sonucunda bugün artıq o axtardığınız suallara cavab tapacaqsınız. Bu çox önəmli şeydir insan üçün. Çünki biz gəlirik, bir yol qət edirik, orada səhvlərimiz olur, doğrularımız olur, insanlara yanlış yanaşmağımız olur, yaxud da ətrafımızda olanlar heç də dürüst tanımadığımız olur. Dərs, bax, bugün nəhayət ki, belə bir enerji var sizdə. Ona görə oturun, o pul, iş, zad, onu qoyaq qırağa hələlik. Bax, bugün sizə əsas lazım olan odur. Mən hardan gəlmişəm, necə gəlmişəm və harada dayanmışam, səhvlərim, düzlərim. Bəzi dostları dost deyib çağırdıqlarınızı daha doğrusu redaktədən, ələkdən keçirmək lazımdır. Seçim eləmək lazımdır. Elə bir döyüşə gedəndə deyir 100 nəfəri ordudan, nə bilim 1000 nəfəri ordudan deyir 10 nəfər samballı adam lazımdır. Samballı da onun gücüdür, etibarıdır, sadiqliyidir. Bax, belə adamları ətrafınıza yayın, qalan şeylə işiniz yoxdur. Hamısı qaydasında gedəcək. Şir bürcü. Günün özü pasiv olsa da içinizdə enerjinin çoxluğu, enerjinin qaynanması halı var. Yəni, baxmayaraq ki, ətrafda təbii olan passivliyi siz özünüz o iç gücünüzlə, iç enerjinizlə darmadağın edə bilərsiniz. Ləngimək, nəsə oturub fikirləşmək, bədbin düşüncələrə dalmaq qətiyyən olmaz. Yalnız irəli sanki bir balaca bir mərhələ var, məsafə var. Onu keçən kimi hər şey yaxşı olacaq. Elə bir gömrükdən keçirsiniz. Keçəndən sonra artıq istədiyiniz ölkədə bərqərar olacaqsınız. Belə. İş yerində, xüsusən də qonşularla, qohumlarla, indi 6-cı gündə ola bilər işləmirsiniz. Ona görə də ola bilər işdə olmayasınız. İş şəraitində olmayasınız. Səs gəlir, biraz əsəblərimə dəyər. Yəni, nəzərə almırlar. Hər yeri yazmışam, çəkiliş gedir. Onu nəzər alırdı, mənlik bir şey deyir. Kənardan səs gələndə əsəbimə dəyir əslində. Yəni, bunları əsas o enerjinizi səmərəli şəkildə təyinatı üzrə xərcləsəniz daha yaxşı olar. Qız bürcü. Çox rahat gündür sizin üçün. Səhət də artıq o neçə gündən bəri, bəlkə də bir həftədir, o belə deyim, aşağı-yuxarı, enişli, yoxuşlu olan səhətiniz bugün tam qaydasında olmalıdır. İç rahatlığınız var. Qalır qarşınıza çıxan vəzifələri yerinə yetirmək. Riskli sövdələşmələr olmaz. Sonra daşınmaz əmlak alqı-satqısı, bağdır, evdir, nə bilim, həyət yanı sahədir. Bu şeylərdən uzaq olsanız, qalan məsələlərdə elə bir probleminiz olmayacaq. Bir də qısqanclıq kimi duyğulardan uzaq olsanız daha yaxşı olar. Deməli, tərəzi bürcü.
Ancaq axşam saat 7-9 arası biraz gərginlik var gün ərzində. 7-dən axşam 7-9 arası o ərəfədə çalışın e, yeni bir şeylərə, riskli bir şeylərə getməsi. Məsələn, heç vaxt görmədiyiniz adamlarla görüşmək, heç vaxt olmadığınız yerdə olmaq, təhlükəli yerlərə, indi əyalətdə yaşayanlar da var, dağa daşa çıxmaq olmur. Yəni, həmin vaxt sanki kosmik enerji sizdən kəsilir. Kəsiləndə adam yeni nəsə eləyə bilmir. Bax, o 2 saatı nəzərə alsaz, qalan səhər tezdən düz gecəyə qədər gün özü sizin xeyrinizə işləyir. Evdə təmir quraşdırma işləri aparmaq olar. Sonra sizə qarşı aqressiv olan adamlardan uzaq olmaq lazımdır ümumiyyətlə. Yəni, enerjiniz yaxşıdır əslində. Öz içinizdən gələn enerji yaxşıdır. Bir 7-9 arası sanki o enerji qəfil kəsilə bilər. Həmin vaxt evdə olmaq, ailə üzvlərlə, sevdiyiniz adamlarla bir yerdə olub, o 2 saatlıq vaxtı ötürmək olar. Çünki 24 saatlıq günümüz, sutkamız, 12 saatını hər halda yola vermək olar. Əqrəb bürcü. Bir əsas sizə məsləhət odur ki, aqressiya və düşünmədən münasibət bildirmək kimi halları bir kənara qoymalısınız. Tələsmək, nəysə tez çatmaq, bu kimi xüsusiyyətləri bugünlük dondurmalısınız. Səhər də bugün, onsuz da bir gün öncədən paylaşıq, səhər daha tezdən durun. Hətta hədislərdə də var ki, səhər tez oyananın və səhər yeməyin yiyəni də deyirlər orada. Yemək yeməmiş çıxmaq olmaz. Bir tikə də olsa nəsə yersən, bərəkətli olur. Bugün, bax, tezdən durun. Şənbə olsa da, demirəm saat 6-da, amma heç olmasa bir 8-də falan da nə qədər tez dursaz, o günün, işıqlı günün enerjisi sizə daha çox gələcək. Əgər ibadət əhlisinizsə, nə gözəl olar ki, sübh namazından sonra da oyaq qalın, işinizi, gücünüz görün. Lazım olsa evdə sizə gün orada bir saat, 2 saat yatmaq olar. Amma bugün belə, yenə deyirəm, o daxili enerjinizi, o düşüncələrinizi ortaya qoymaq üçün çox səmərəli bir vaxtdır. Ox atan bürcü. Passivlik göstərir sizdə, amma çalışın mənim dediyimi səhv çıxardasınız. Yəni, göstər ki, bugün siz heç nə eləməyə istəmirsiniz, sanki tənbəlliyə qurşanmısınız. Bundan qurtulmaq lazımdır. Nə olsun, bürcünüz bitib, başqa bürcə, günəş başqa bürcə keçib, amma siz istəsəniz, çünki sizdə bu son dövrlərdə özüm də ayrı-ayrı bürclərin xəttlərinə baxıram, ən şanslı dövr sizdədir. Xüsusən də noyabrın sonundan yanvarın ortalarına qədər. Yəni, tarixi gedişlər eləyə biləcək qüdrətdəsiz. Ümumi götürəndə, amma bəzi günlər var, kələ-kötür olur. Necə ki, həmişə işıqlı hava olmur, bəzən qaranlıq olur, bəzən isti, bəzən soyuq olur. Bugünkü gündə də passivlik olmaz. Bəzən görsən, hər şey yüksələn xətt üzrə gedir, biri bir kənardan bir söz deyən kimi, görsən, tamam boşalır, pessimizmə, bədbinliyə qurşanır insan. Bəlkə də bugün sizdə biraz o düşüncədə, amma ən azı astrologiyanın, astroloqların xidməti ondan ibarətdir ki, vəziyyəti, situasiyanı izah edir, o da o vəziyyətdən, situasiyadan çıxır. Oğlaq bürcü, öz bürcünüzün hakimiyyətidir, hamıdan güclü, şanslı və enerjilisiniz, deməli, yalnız irəli getməlisiniz. Hədəflərinizi dəqiqləşdirməkdə çətinliyiniz var hal-hazırda. Hədəfləri dəqiqləşdirin, doğru, dürüst olanları, təcrübədən keçənləri, belə deyim, nəzərə alın. Yəni, onlardan bir ibrət götürün, təcrübənizi biraz da artırın. Çətinliyiniz varsa, hansısa bir məsələdə anlayışınız azdırsa, mütləq inandığınız, güvəndiyiniz, etibar etdiyiniz adamlarla məsləhətləşin. Canlı yayım olsa deyərdim, elə bizə zəng vurub soruşun, amma hər halda bütün oğlaqlar da eyni xətt üzrə getmir. Hərəsinin öz sferası var, əhatəsi var, ondan yararlanırlar. Sonra, deməli, su tökən bürcü. Su tökən bürcü əvvəlki günlərlə müqayisədə xeyli artıq o silkinib, üstündəki tozu, torpağı, o bədbin fikirləri, ümidsizliyi kənara atmaq dövrünə başlayırsınız. Biz xatırlayırsa, ruhumuzun şəfacı verilişində də deyirik ki, 2025 hər şeydən o köhnələrdən qurtulmaq, yarımçıq işləri tamamlamaq, ruhsal şəkildə dəyişmək dövrüdür. Yanvarın 1-dən artıq yenilik dövrüdür, yeniliyə başlamaq dövrüdür. Yəni ki, baxmışsınız verilişimizə də, numeroloji proqnozlarda da o barədə danışdıq.
Baxın, bu barədə gərək artıq siz o köhnəlikdən, qaranlıqdan, o zillətdən, sıxıntıdan yaxşı tərəfə, ağ müstəviyə, ağ işığa, nurlu yola keçid ərəfəsindəsiniz. Bu keçiddə çalışın, pisləri tamamilə özünüzdən uzaqlaşdırın, yaxşıya doğru gedin. Günün özünün axarı belə normaldır. Yəni ünsiyyət daha çoxdur bugün, tənha tək qalmaq yox. Daha çox çalışın, ətrafınızda çoxlu adamlar olsun. Qonaq gedin, qonaq çağırın, yaxud da kollektiv, ya ailə ilə, iş yoldaşları ilə bir yerlərə çıxın, sizə o zaman rahatlıq gələcək. Balıqlar bürcü, dəyərli balıqlar, bugün hamıdan şanslı sizsiz. Hamıdan uğurlu, belə deyim, müstəvi, görüntü sizdədir. Çünki zərrəcə də olsun, hansısa planetar quruluşun sizə mənfiliyi yoxdur. Bəzən olur da görsən, bir səhhətə təsir eləyən 12 təsir var astrologiyada, bürclər üzrə. Səhhət yaxşıdır, fəaliyyət indi 6-cı gündə, amma fəaliyyətdəsinizsə, fəaliyyət də yaxşıdır. Səfər də olar əslində. Amma səfər gərək çıxsaz, günün birinci yarısı çıxasınız. Yəni saat 2-nin yarısından o tərəfə səfər biraz alınmaya bilər, problemli ola bilər, yaxud da nə bilim, maşındır, geçiş yolda xarab ola bilər, yaxud da getdiyiniz yerdə o həmən zaman kəsimində elə adamlarla rastlaşa bilərsiniz ki, sizi dilxor eləyər. Ona görə 2-nin yarısına qədər səfərə də çıxmaq olar, qonaq getmək, gəlmək, bilmirəm. Yəni bax, bütün o 12 xəttin hamısında sizdə ən azı negativlik gəlmir. Müsbət ya neytral, müsbət ya neytral. Ona görə də mənim bu sözümdən qidalanıb günün özünü tənzimləyə bilərsiniz. Biz də zaten ona görə bir sutka öncədən bunu paylaşırıq ki, o vaxta qədər həll olsun. Bəziləri niyə sərt tezdən həmən gün paylaşmırsınız? Bax, indi mən 27-sin proqnozunu deyirəm, 26-sında paylaşırıq. Bir də görsən kimsə yazır, ay savadsızdır, bu günahın hələ 26-sıdır. Cəmaət bir il qabaqcadan proqnoz verir, heç ona heç nə demirlər. Yəni, bir ay qabaqcadan proqnoz verir, biz bir gün qabaq verir, yəni anlamırlar. Yaxud da paxıllıqdan, yəni xisilətinin pisliyindən irəli gələrək belə fikirlər deyirlər. Amma əslində bir çoxlar deyir ki, 3 gün, 4 gün qabaqdan qoyun ki, biz həmən günə planlaşdıraq, bir günə bəzən çatdıra bilmirik filan. Amma biz hər halda indi ənənəmiz belədir, 8 ildir, bir gün qabaqdan sizlərə çatdırırıq. Nə deyim, belə. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.